ehtimal nəzəriyyəsində əlverişli hal görünsün mümkün hal. O probability ingilis dilində olan ehtimal xəyal etmə sözüdür, səhv eləmirəmsə odur. Məsələn, hər hansı A hadisəsinin baş verməsi, biz bunun üçün yazacaq əlverişli halların sayını, böləcək mümkün halların sayını. Bu ümumi düstur olmuş olsun. Mümkün halların sayı. Bu belə. İndi burada ümumiyyətlə ehtimal müəyyən qanunauyğunluqlarla davam edən hadisələrin baş vermə şeyini öyrənir də, ehtimalını araşdırır. Məsəl üçün, belə deyə bilərik, biz yəqin hadisə deyəndə nə başa düşürsünüz? Məsələn, yəqin sözü, yəqin hadisə. Yəni olması mümkün ola bilən hadisə. Yəni mütləq 100%. olar. Mütləq baş verən hadisə. İndi bəzi belə deyək də məişətdə söhbət edəndə deyək ki, hə yəqin ki, sənin işini görərəm, elə bilirlər ki, yəni 100% deyil də. Amma məsələn biz burada yəqin hadisə deyəndə sınaq zamanı hökmən baş verən hadisəyə demiş oluruq da. Məsələn tutaq ki, biz zəri atanda hökmən 6-dan kiçik xallar düşəcək də bizə. Və bu yəqindir də 100% və yaxud hər hansı bir torbadan ağ rəngli şarlar olan torbadan ağ rəngin çıxarılması, ağ rəngli şarın çıxarılması hadisəsi 100% yəqin hadisədir. Və bizə ən vacib nədir? Ümumiyyətlə hadisələrin ehtimalını tapanda bilmək lazımdır ki, bu hadisənin ehtimalı 0-dan 1-in arasında baş verməlidir. İstənilən hadisə. Təbii ki, yəqin hadisənin ehtimalı 1. Mümkün olmayan hadisənin ehtimalı 0. Yəni tutaq ki, ağ rəngli şarlar olan torbadan qara rəngli şarın çıxması hadisəsi mümkün deyil. Bu belə. Sınaq da bizim ki, nəticəsini əvvəlcədən bilmədiyimiz, görmədiyimiz bir müşahidə, təcrübə və s. Məsələn, mən zəri atıram, mən bilmirəm ki, 5 düşəcək, 3 düşəcək, 2 düşəcək. Bu bir sınaq deməkdir. Və nəticədə amma müşahidə edə bilərəm də. Məsələn, bu zəri atıram, məsəl üçün daha çox görürəm ki, məsələn deyək də 2 düşür. Məsələn, sən demə 4 üzündə 2 yazılıb, 2 üzündə başqa rəqəmlər yazılıb və bu da sonradan məlum olur ki, çox üzündə bunun 2 yazıldığına görə mən müşahidə nəticəsində bunu başa düşürəm. Belə, indi gəlin belə eləyək. Baxın, zərin atılmasına diqqət eləyin. Qalan hadisələr təsadüfi hadisələrdir. Həmin təsadüfi hadisələrin ehtimalı 0-dan 1-in arasında olur. Yəni, hansısa bir təsadüfi hadisənin ehtimalı 0-dan 1-in arasında olur. O deməkdir ki, orada bu hadisə baş tuta da bilər, baş tutmaya da bilər. Təsadüfi hadisədir. Məsəl üçün, mən zəri atanda 3 xalın düşməsi, amma normal zərdən gedir də söhbət. Bu zəri atanda 3 xalın düşməsi hadisəsi təsadüfi hadisədir. Və bu zaman bu hadisənin ehtimalı təbii ki, 0-dan 1-in arasında cəryan edir və zərdə də tutaq ki, 3 xalın düşməsi hadisəsi bir zər üçün 6-da 1-dir. Demək, eyni zamanda o 2 xal üçün də elədir, 1 xal üçün də elədir, 5 xal üçün də elədir, 6-da 1-dir. 6-da 1 də 0-dan 1-in arasına düşür. Bu belə. Qoy ardıcıl gedim ki, qarışdırmayaq da. Məsələn, biz bilirik ki, tutaq ki, mən elə zərdən danışıram. Əgər biz zəri atırıqsa, məsələn, ola bilər 3 xal da düşsün və yaxud da istəyirik ki, həm 3 xal düşsün, həm də 5 xal düşsün. Bunun ehtimalını necə tapmaq olar? Məsələn, bir zəri atanda üst-üzə tutaq ki, 3 və ya 5 xalın düşməsi ehtimalını tap deyir. 3 və ya 5. Və ya varsa müəllim toplamı olur. Və ya dediyinə görə. Onda? Yəni 6-da 1 plus 6-da 1. Düzdür. Baxın, bu cür hadisələrə elə ki, belə yanaşırlar, uyuşmayan hadisələr. Yəni, eyni zamanda bir sınav bir dəfə atanda bir zəri bir dəfə atmışıq da. İndi biz sonradan, biraz sonra öyrənəcəyik ki, biz bunu 5 dəfə atanda nə baş verəcək, 10 dəfə atanda nə baş verə bilər və s. Bunları da öyrənmək lazım olacaq. Deməli, mən bir zəri atdım, bir dəfə atdıqdan söhbət gedir. Bir zəri bir dəfə atdıqda. 3 və ya 5 xalın düşməsi hadisəsi ehtimalı. Bunlara uyuşmayan hadisələr deyirlər. Uyuşmayan hadisələr biz bu sınağı aparanda eyni zamanda baş verə bilməməsi nəticəsində yaranan hadisələrdir. Yəni, tutaq ki, eyni zamanda necə 3 düşsün, həm də 5 düşsün. Ona görə də bunlara biz uyuşmayan deyirik. Uyuşmayan hadisələr olanda biz bunun ehtimalını belə yaza bilərik də, düzdürmü? P, tutaq ki, A və ya deyəndə bu birləşmə işarəsindən istifadə edirik. Nəticədə də biz bu düsturu belə bu formada öyrənirik. PA üstəgəl PB. Məsələn, siz də
Eyni qayda ilə 6-da 1 3 xal üçündür. 6-da 1 də 5 xal üçündür. Təbii ki, topladınız. İndi bu çox vaxt heç bundan istifadə etmədən elə birbaşa əlverişli halların sayını yuxarı yazırlar. Sürətlə toplayırlar, birdən biri toplayırlar. Heç bu düstura zada müraciət eləmədən də misalı həll edirlər. Amma yəni bu uyuşmayan hadisələrin ehtimal düsturudur. Təbii ki, mən 2 hadisə üçün dedim. Bu 3 hadisə üçün də ola bilər, 4 hadisə üçün də ola bilər. Yəni məsələn 3, 4 və ya 5 xalın düşməsi ehtimalını istəyirəm. Yəni burada artıq cəmləmək lazımdır. Demə və ya anlayışı bu birləşmə işarəsinə uyğundur. Baxın, indi gəlin uyuşan hadisələr üçün diqqət edək. Uyuşan hadisələr üçün belə bir məsələ versək, məsələn tutaq ki, biz 42 nəfərlik bir deyək ki, auditoriyadır. 42 nəfərlik auditoriya. Sinif də deyə bilərsiniz, auditoriyadır. Məsələn, tutaq ki, məlum olub ki, tutaq ki, 28 nəfər riyaziyyatı sevir. Məsələn, tutaq ki, olsun, məsələn, olsun neçə nəfər? Olsun, tutaq ki, 20 nəfər. 20 nəfər, məsəl üçün, şeyi sevsin. Fizikanı sevir. Tutaq ki, ola bilər belə bir şey. Ola bilər də. 42-ni də gəlin bir 52 edeyim, biraz çox aldım. 52. Hə, tamam. Tutaq ki, 5 nəfər də hər iki fənni sevir. Deməli, hər iki fənni sevir. İndi sual belə olsun. Təsadüfi olaraq bu auditoriyadan bir nəfər seçirik. Bir nəfər. Təsadüfi olaraq bir nəfər seçirik. Sizcə, sual da belədir. Bu seçdiyimiz adamın riyaziyyat və ya tutaq ki, fizika sevən biri olması ehtimalını tapır. Fizikanı sevən biri olması. Yəni bu zaman riyaziyyat olanla fizik olan toplayarıq. Yəni 28 ilə 20-ni. Amma bir də çıxarıq 5-i. Çünki kəsişməsi var. Və onunla da cavab alır. Həm də ehtimal? Ehtimal da həmin 52 nəfər içərisindən taparıq. Məsələn, onlar kombinezon 52-dən elə olar. Neçə tapdıqsa onu. Kombinezona ehtiyac yoxdur. Nədən ehtiyac yoxdur kombinezona? Çünki burada bir nəfərin seçilməsindən söhbət getdiyinə görə. Yəni aydındır mı? O bir nəfərin hansı bunu və ya bunu seçməsi, ona kombinezona ehtiyac yoxdur. Onda 52-də elə sürətdə də tapdığımız həllə yazarıq. Bəli, baxın, bu uyuşan hadisələri adlandırmaq olar. Yəni, məsəl üçün, sadəcə fikir mübadiləsi aparıb, uyuşan hadisələrin olması mümkündürmü? Buna uyuşmayan deyə bilərik, yoxsa uyuşan demədik? Sizcə uyuşan demək olar, yoxsa uyuşmayan? Müəllim, uyuşan olar məncə. Bəli, mənim uyuşan ola bilər. Uyuşmayan Çünki nəydir? içində yəni hamısından var. Riyaziyyat sevən də var, fizika sevən var, hər ikisindən sevən də var. Yəni ola bilər də seçdiyimiz bir nəfər riyaziyyatda sevə bilər, fizikada sevə Mənim bilər. uyuşan olsaydı bir də məsələn dəmir pul. Yox, bu uyuşmayan olur. Təbii ki, orada bəli, eləncə bayaq dediyimiz formada, məsəl üçün biz zəri atanda həm 1, həm 2 düşməsini arzulayırıq. Bu qeyri-mümkündür. Bu bir hadisənin baş verməsi o birini istisna edir, qeyri-mümkün edir də, düzdürmü? Bu uyuşmayandır. Amma uyuşan hadisədə biz elə ki, burada bir kəsişmə yaranır da. Euler dairələri yadınıza gəlir də. Biz bu əslində çoxlu mövzunda siz elə bu misalı yazanda mən ilk ağlıma o gəldi ki, Euler-Venn diaqramından. Euler-Venn diaqramıdır. Sadəcə burada ehtimal forması bu formadır. Yəni tutaq ki, biz P ehtimal forması necə? Bunu bir dəqiqə səhv yazdım. P A birləşir B yazırıq da. Normalda P-ni yazmasa, A birləşir B çoxluqların birləşməsidir də. İndi burada A istəsiz yazmayın. Fizika, kimya yazın, fərqi yoxdur da. Məsələn, PA normalda yazırıq NA, yadınıza gəlirsə. PB belə yazırdıq. Çıxılsın onların kəsişməsi bu hissəsi də, düzdürmü? Biz burada sadəcə bunu artıq ehtimala dönüşdürürük. Yəni qabaqlarında P yazırıq. Yəni bu düsturu burada da tətbiq edə bilərsiniz. Və bu düsturu tətbiq eləsək, onda ümumini axtarırıqsa, PA-nı bilirik. PA bizim üçün olacaq neçə?
neçə nəfər demişdim? 50, bir dəqiqə 28. 52 nəfərlik auditoriyadır da, düzdürmü? 52-də Yəni burada ehtimal PA 52-dir, yoxsa 28 yox, ilə yox, 20-ni nəzərdə tuturuq? yox, yox. PA tutaq ki, fizika sevənlər və yaxud riyaziyyat sevənlər, o fərqli. Riyaziyyat sevənlərdir də. Riyaziyyat sevənlərin Bəli, onun ehtimalı. Hə, riyaziyyat sevənlərin məsələn o seçdiyimiz adamın riyaziyyat sevməsi. Bax o söhbət ondan gedir. O seçdiyimiz adamın riyaziyyat onda sevməsi 52-də 15, 52 nəfərdən riyaziyyat sevən nə qədər idi? 20. 28. 28 nəfər. Riyaziyyat Demək 28. 28 üstə gəl. İndi fizika sevənləri yazmalıyıq. 20. 52-də 28-də 20. 20 çıxılsın. Burada da kəsişmədə də 52-də 5. bəli, hamısı ümumidən gedəcək, narahat olmayın, belə 52-də 5 nəfər. Bu zaman bizim axtardığımız və bu tapılmış olacaq. Bunu hesablayacaqsınız. 28-dən 20-ni topladınız. Əslində belə yazmadan da yaza bilərsiniz. Yəni heç bir problem yoxdur. Yəni öz bildiyiniz formada da elə bir ki, birləşmədəki adamları tapa bilərsiniz. Buyurun Aysim. Müəllim, xoş gəlmisiniz. 28-dən 5 çıxdıq, elədi 23, 52-də 23 43. ehtimalı 43, pardon, nə yazıram mən? Deməli, bəli, 43, 52-də 43 ehtimalını tapmış oluruq. Bax, deməli, bu da bizim uyuşan hadisələrə aiddir. Deməli, uyuşmayan hadisələri dedik. Yuxarıda biz bunu göstərdik. Bir zərə atanda 3 və ya 5 xalın düşməsi. Burada fikir versəz, ki, bu kəsişmə boş idi. Fikir verdiniz, burada birləşmə düsturudur, amma kəsişmə boş idi deyə sadəcə olaraq bunu topladıq. Amma burada həmin şeyi toplayandan sonra çıxdıq ortaq yeri. Yəni, ortaq yer bu hissəni, çünki hər iki fənni sevən var idi və biz onu çıxdıq. Çoxluqda olduğu kimi hərəkət elədik. Aydın oldu, bu da çətin deyil məncə. Və bunu da biləndən sonra gəlin şeyə keçək. Məsələn, bəs vurma nə zaman olur? Gəlin da fikirləşək ki, biz bilirik axı ehtimalları vururuq. Bu hadisə nə zaman olur? Baxın, uyuşan uyuşmayanda biz bildik ki, bu çoxluqla bağlı misal kimi hərəkət edə bildik. Bəs aslı olmayan hadisə bu və aslı hadisə. Aslı olmayan hadisə nədir? Aslı olmayan adı da üstündə, aslı olmayan. Bu nə olacaq? Məsəl üçün, bir hadisənin baş verməsi digər hadisənin baş verməsinə təsir etmir. Yəni, bunlar, siz necə? Biri var ki, bayaq zər atırdı, 3 və ya 5 xal düşsün də, düzdürmü? Bu, biz buna uyuşmayan dedik, bitdi, getdi. Amma, məsələn, gəlin, həm zər ataq, həm qəpik pul ataq. Bu zaman zəridə hansısa xalın düşməsini istəyək və qəpikdə, tutaq ki, gerb üzünün düşməsini istəyək. Bu təbii ki, bir-birindən asılı deyil də, amma bunların bir yerdə bizdən ehtimalını istəyir. Məsələn, deyək ki, nümunə verək. Necə nümunə olsun? Məsələn, tutaq ki, zər və metal pul deyək də, metal pulu eyni zamanda atdıq. Metal pul eyni zamanda yuxarı atıldı. Bunu yazdım. Məsələn, tutaq ki, zərin üst üzündə, üst hissəsində bizə düşən yuxarı baxan hissəsində, üst üzündə, indi deməsə də olar. Məsələn, 3 xal düşsün, istəyirik ki, 3 xalın düşməsi, 3 xalın. Amma metal pulda yazaq, pulda. Tutaq ki, rəqəm üzünü yazaq, rəqəm üzünü. Düşməsi ehtimalı tapın. Düşməsi ehtimalı tapın. İndi sizcə burada necə olacaq? Siz fikrinizi bildirəsiniz, sonra baxarım. Müəllim 6-da 1, bir də 2-də 1. Və aslı olmayandılar da, yəni zər ayrıdır, metal da ayrı. Tamamilə doğrudur. Əslində burada belə bir şey baş verir də. Bir-birindən Yəni biz asılı oluyor. yenə bayaqları tutaq ki, və ya yazırıq. Və yanı birləşdirmə işarəsini eləyirik. Əslində burada və yazırıq. Və-nin əvəzinə biz ki, kəsişmə eləyirik. Yəni, indi bu və sözünü silim. Amma indi burada nədən nəyin kəsişməsi? Söhbət iki hadisənin kəsişməsindən gedir də. Məsələn, A və B hadisəsi. Yəni, burada zər və metal, məsələn, zər və pul yazın. Pul yazmayaq, çünki o birisi hərflə qarışır. Metal pul. Və bu zaman biz bunu ki, ayrıca zəri tapıb ehtimalını, sonra metal pulu tapa bilərik və bunu bir-birinə vura bilərik.
Bu formada biz başa düşə bilərik və demək və bağlayıcısı kəsişməni əvəz edə bilir. Və ya olanda toplanır, yadda belə saxlayırıq artıq və olanda vurulacaq. Məsələn, cümlədə işlədə bilərsiniz. Zərin üst üzündə 3 xalın və fikir verdiniz, biz və ya deyə bilmədik. Və ya pulda rəqəm üzünün düşməsi ehtimalı uyğun gəlmir. Yəni çünki bizim cümləmizdə həm 3 xal düşməlidir, həm də pulda rəqəm üzü düşməlidir ki, biz udmuş sayılaq, qalib sayılaq. Onda bəli, biz burada hər birinin ehtimalını ayrıca tapa bilərik. Zərdə 6 üz var. Bunun 3 xalın düşməsi bayaq dedik ki, 6-da 1-dir. Vurulsun, davam edirik. Metal pulda 2 üz var. Onun bir rəqəm üzü 1 haldır, əlverişli halıdır. Bunu bir-birinə vurub 12-də 1 ehtimalı tapa bilərik. Yəni sadədən mürəkkəbə doğru hərəkət etməkdə fayda var. Bu belə. Demək, buna deyirik biz asılı olmayan hadisələr və burada və anlayışı meydana gəlir və ehtimalların vurulması baş verir. Əgər desəz ki, məsələn, deyək ki, məsələn, kombinezon dəsti nə zaman gəlir, çıxır ortalığa, kombinezona aid sual vermək olar. Həm də asılı olmayan hadisələrə aid sual vermək olar. Məsələn, gəlin bir dənə kombinezona aid sual verək. Normalda bu, məsələn, ən məşhur qutu, torba məsələsi olurdu. Məsələn, torbada, tutaq ki, olsun 8 dənə sarı rəngdə olsun. Məsəl üçün 10 dənə, deyək ki, olsun yaşıl rəngdə kürə. 10 yaşıl kürə olsun. Təbii ki, müxtəlif kürələrdən söhbət gedir burada. İndi, 2 təsadüfən çıxarılan, cümlələrini axıracan yazmıram. Məsələn, 2 kürədən, istəsəz 3 kürə də yaza bilərik. İstəsəz 3 kürə yazaq. Gəlin, böyüdək. 3 kürədən, məsələn, ikisinin sarı, birinin yaşıl olması ehtimalını tapaq. Birinin Müəllim, məxrəcdə yaşıl. 18-dən, kombinezon 18-dən 3-ə, yuxarıda da kombinezon 8-dən 2-yə vurulsun, kombinezon 10-dan 3-ə. Ondan 3-ə. Yəni, bu hadisənin ehtimalı, hansı ki, bizdən soruşulan hadisənin ehtimalı, pis gündə xətt çəkdim, dəqiqəm, buraları biləm. Burada bu ehtimalı P hərfindən yazaq, elə bərabər də qoyaq. Yəni, niyə belə olur? Gəlin, rahat bir də deyək. 8 dənə sarıdırsa, 2 dənə sarı çıxardığıma görə, mən bunu kombinezon 8-dən 2 ilə yazmalıyam. Eğer ki 8 sinifdə adam var, mən 2 nəfəri növbəti seçirəm. Kombinezon 8-dən 2. Bu doğru. Proses davam edir axı. Burada mən 2 dənə sarı çıxartmışam, amma mən 3 kürə çıxardıram axı. Təsadüfən çıxartdım bir yerdə 3 kürə, 3 adam götürdüm. Və bu zaman axı 3-cü adam əgər yaşıl gəlməsə, yəni 3-cü kürə yaşıl gəlməsə, mənim işim batdı da, düzdürmü? Ona görə bu proses davam edir. Vurma asılı olmayan hadisələrdir və yaşlılar arasından 3 götürməliyəm. 1. 1. Deməli, kombinezon ondan 1 olmalıdır. Çünki cəmi 3 kürə götürdüyümə görə ikisi bu, biri bu. Bir dənəsini yaşlılar arasına seçəcəm, 2 də. İndi bunun biraz da çətin variantı belə olacaq. Məsəl üçün deyəcəm ki, ən az 3 kürədən ikisi sarı, biri yaşıl, məsəl üçün. Təsadüfən çıxartdığım, ən az belə deyək də, necə deyə bilərdik? Təsadüfən çıxardığım... Ən azı ikisi sarı olsun. Hə, bəli. 3 kürədən ən azı ikisinin sarı olması. Onda 1 2 ilə nəzərə götürəcək, bir də 3 ilə nəzərə. Hə. İndi onu yazarıq. Məsələn, buradakı bunu hesablasaq cavabı alacaqsınız. İndi bunun başqa bir yolu da var. Məsələn, necə? Hansı yolu ola bilər? Sual. Hansı yolu ola bilər? Burada əslində başqa yolu belə olsa düz olar. Məsəl üçün, siz bunu qeyd elədinizsə, məsələn, bir dənə sarı çıxardıram, biri də yaşıl, yəni 2 kürə çıxardıram. Biri sarı olsun, biri yaşıl olsun. Yenə kombinezonla gedə bilərəm. Məsələn, necə gedə bilərəm? Kombinezon 8-dən 1. Vurulsun, kombinezon ondan 1. Məxrəcə də ümumidən 18-dən 2. Doğrudurmu? Amma bunun bir dənə başqa yolda belə eləmək olar. Bir dənə çıxardıramsa, bir dənə çıxardıramsa, məsələn, belə eləmək olarmı? Məsəl üçün, mənim deyək ki, çıxartdığım
ümumi 18 o torbada olan 18 kürədən neçəsi tutaq ki sarıdır? 8-i. Bu mənə deməkdir, bir dənə sarının çıxma ehtimalı deməkdir. Bir dənə sarının çıxma ehtimalı. Vurulsun, ki P A-nı tapdım. İndi P B-ni tapıram. Bu zaman axı 2 kürə çıxardıram deyə bunu azaldıram 17. Ardıcıl olanda da hökmən azaldacağıq. Ardıcıl çıxardırıqsa bu zaman azaldacaq. Burada da bir dənə bu olduğuna bunu da beləncə yazmaq olar. 17-dən yaşıl da 10 dənədir. 10 yazıram. Bunun cavabı eyni olacaq. Aydındır. Zaten elə baxın, görürsünüz eyni çıxır. Kombinezon 18-dən 2 nəyi verir? Görə eyni çıxır. Bəlkə mən səhv deyirəm heç. Baxın, görün düz dedim. Hesablayanda düz gəlir. Xeyr müəllim. Çünki aşağıda 17 vurulsun, 18 bölünsün 2 alınır. Burada 2 az olur. Bəs hansı düzdür, hansı səhvdir? Birinci yazdığımız düzdür. Hı. Amma 2-dən nə səhv ola bilər? Maraqlıdır. Sizcə? Fikirləşin bir dənə. Kombinezon 8-dən 1 bizə verdi nəyi? 8-i. 8-i, digərdə 10. Aşağıda da 17 vurulsun 18, bölünsün 2 də qalxır yuxarı. Yəni ikincisi yazdığımızı 2 əksikdir, yəni 2 əlavə edilməlidir. Amma onu da necə deyək? 18-dən 8-i yazdım. Demək birincinin sarı gəldiyini tapdım ehtimalını. Vururam, ikincinin yaşıl gəlmə ehtimalı lazımdır da. Tutaq ki belə. Amma burada bir dənə bir şey ola bilər. Ola bilər ki birinci, bax bunu yazmışam, eləmi? Bu səhv deyil. Sadəcə bu əlavə olunmalıdır, üstəgən. Deməlisiniz ki, birinci bu dəfə yaşıl gəlsin, sonra sarı gəlsin. Fikir verirsiniz? Birinci seçməni, ikinci seçməni yəni, arası. əvvəlcə mən 18-dən birinci seçimimi sarıdan yana düzəldirəm. Sonra yerdə qalanlardan yaşılı götürürəm. Üstəgən sonra tərsinə eləyirəm. Ki birinci seçimimi şeydən yana eləyirəm. Nədir onun adı siz deyin? Yaşıldan yana. Vurulsun. İkinci seçimimi 17-dən 8-dən sarıdan yana. Bu da eyni şeydir deyə biz 2 vurulsun gəlib çıxardırıq. Həmin şeyi yenidən əldə eləmiş oluruq. Yəni burada əsas məsələ dəqiqliyi öyrənməkdir. Yəni bizim məqsədimiz, demək bu doğrudur. Bu əslində belə daha rahatdır. Amma bu birisində səhvə yol vermək olardı və biz bunu aşağıdakı kimi həll eləməliyik ki, daha rahat başa düşə bilək. Amma onu da elə belə deyim sizə. Məsələn, tutaq ki, sabah mənə düşür ki, məsəl üçün bu cür məsələ verib, amma deyir ki, ya birinci mavi, ikinci sarı çıxsın, ardıcıl çıxart. Ya da birinci sarı, ikinci mavi çıxsın. Məsəl üçün, onda da elə bu düstur bizim işimizə yarayır da, yəni belə çıxarda bilərəm. Bunun mənası elə odur. Aydın oldu. Eyni cavaba gəlib çıxacağıq. Təbii ki, burada da 2 hardan gəldiyini görmüş olduq. Yaxşı. Davam eləyək. Deməli, bundan sonra bu biraz dedim düşünəsiz, biraz da belə bir şey fikirləşəsiz. Asılı hadisələr nədir? Bunu qısaca deyək. Asılı hadisələr isə əslində elə bunu bayaqki asılı hadisəyə çevirdim də. Məsələn, sarı çıxsın, sonra yaşıl çıxsın və yaxud yaşıl çıxsın, sonra sarı çıxsın. Ona gətirdim, çıxartdım əslində. Amma ümumiyyətlə bir hadisənin baş verməsi, başqa bir hadisənin baş verməsinə təsir edirsə, belə hadisələrə biz asılı hadisələr deyə bilirik. Bax, onda azaltmaq, onda rahat azalda bilirik. Məsələn, dediyim kimi, ilkin, məsələn, torbada olan neçə sarı demişdim, fərqi yoxdur. Tutaq ki, 10 yaşıl demişəm, məsəl üçün 8 sarı demişdim deyəsən. Aha, mən ard-arda 2 kürə çıxardacağam. Ard-arda 2 kürə çıxardacağam. 2 kürə çıxardacağam. Birincinin sarı, ikincinin yaşıl olmasını istəyirəm. Yəqin ki, bu orta məktəbdə buraxılışa və s. düşdüyünü də görmüsünüz və miqə də düşə bilir. Ard-arda 2 kürə çıxardır. Birincinin sarı, ikincinin yaşıl olma ehtimalı.
Onda nə edəcəm? Çox rahat şəkildə asılı hadisələr olduğunu başa düşdük. Onda Birincinin sarı deyirsə 8-dən 2-yə. 8-dən 2 niyə? Bir 8-dən 1 pardon müəllim. 8-dən 1-ə və 10-dan da 1-ə. Yəni, bəli, sarı 8-dən 1 ehtimalı budur. Vurulsun. İkincidə də 10-dan neçə olur? 1. Bu düz yazdım belə. Yoxsa bu səhv? Bəli, Kombinasyon olaraq 18-dən müəllim, 1 olmur. kombinasyon. 18-dən Tamamilə doğru. Yəni bu uje səhvə gedir. Belə olmaz. Məsələn biz 18 dənə kürənin içindən bir dənə sarı istəyiriksə 18-dən 8 yazırıq. Vurulsun, yerdə azaldırıq. 17 kürə. Çünki arda-arda dediyimə görə geri qaytarmırlar. Bəzən o cümləni də işlədirlər yəni. Geri qaytar. Və 17 kürədən ikincinin yaşıl olması lazımdır. Əlimi atıram, 10 dənə şansım var. Bu bizə gətirir həmin bu məsələni, bayaq elədiyimiz məsələni verir. Burada birinci bu, ikinci bu. Bayaqkında isə ola bilər ki, iki halı da yoxlayıram da, yəni birinci yaşıl, ikinci sarı gəlsin. Bax, bunu diqqətə alın. Və burada da onda... Hə, bunu bayaq belə yazdıq da müəllim. Bir də yazdıq 18-də 10, 17-də 8. Və topladıq. Hə. Hə, onda bu belə görünür ki, orada məsəl üçün biz iki kürənin birinin sarı, birinin yaşlı olması ehtimalını tapırıq. Bu formada bayaqkında belə eləyirik. Burada da bu asılı hadisələrdir. Asılı hadisələrdə də vurma var. Asılı olmayan hadisə asılı olan hadisənin 2 qatı olur. Yəni 2-yə vurub asılı olmayan hadisəni asılı olanı tapa bilir. bilir. O misaldan asılı olaraq dəyişir də. O misaldan asılı olaraq dəyişir. Bunu da biləsin. Bir də hadisənin əksi var. Bu hadisənin əksi nədir? Bəzən biz məsələn bizdən soruşulan şeyin özünü tapmaq yox, əvvəlcə onun əks hadisəsini tapırıq. Məsələn, A hadisəsinin baş vermə ehtimalının əksi A üstündə ştrixlə yazılır. Bu onun əksidir. Və bu hadisələrin ehtimalları cəmi hökmən 1-ə bərabərdir. Və biz də bunun əksini tapandan sonra birdən onu çıxıb cavabı ala bilirik. Əslində bu çox önəmli üsullardan biridir. Bunu da yadınıza saxlayın. Tamam. İndi isə gəlin belə bir şey eləyək. Məsəl üçün bir qaydanı deyim, ondan sonra biz Bernoulli sınağında öyrənəcəyik bu gün. Yəni ən vacib ehtimalların tapılmasında. İndi get-gedə dərinləşdirəcəm. İndi belə götürək. Əgər bizə metal pulu və yaxud zəri, əvvəlcə metal pulu deyim. Məsəl üçün 8 dəfə atmaq verilibsə, 8 dəfə atdıqda məsəl üçün 5 dəfəsində tutaq ki, istəyirəm ki, rəqəm üzün gəlməsi hallarının tapın. Əlverişli halların sayı. Yəni rəqəm üzünün 5 dəfəsində rəqəm üzünün düşməsi. Kiminsə fikir varsa buyursun. Düşməsi halları. 8 dəfə atdıqda metal pulun 2 halı var. O da 2-də 2 üstü 8 olar. Axı 5 dəfəsində mən deyirəm. 5 dəfəsində rəqəm üzünün düşməsi isə 8 dəfə atacam. Söhbət bir metal puldan gedir. Bir metal pulu 16-da 10 8 dəfə atacam. 5 dəfəsində rəqəm üzünün düşməsi. Niyə 16? 8 dəfə atdıqda 2 ehtimal orada ona Bu kombinezona gedəcək. Baxın, kombinezon. Mən 8 dəfə atmışamsa 8-də, yəni mən neçə dəfə istəyirəm? 5 dəfəsində və son. Belə də olacaq. Bitdi. Yəni bununla tapacaqsınız əlverişli halların sayını. Oldu mu? Bu da kombinezon 8-dən 3-dən tapa bilərsiniz. Bu da onu nədir? Demək 8, 7, 6, 56-nı verəcək. 56 dəfə demək əlverişli haldır düşməsi. İndi əgər bizə desəydi ki, məsələn bu məsələni bu formada desəydi ki, məsəl üçün bir metal pulu 8 dəfə atıram. Bu atışların 3-ündə yox, 5 dəfəsində demişəm, qoy 5-də olsun. 5 dəfəsində rəqəm üzü düşməsi ehtimalı tapın. Bax, o zaman deməli hallarının sayını soruşmasın, ehtimalını soruşsun.
rəqəm üzü düşmə ehtimalını tap. Aha. Ehtimalını tap desə, bizim tapdığımız əlverişli haldır. Düzdürmü? Mümkün Bəli. hallar bayaq hansısa müəllim dedi. Mümkün hallar nə qədər oldu? 2 üstü. Çünki İki ya üstü rəqəm düşə 8. bilər, ya gerb düşə bilər. 2 üstü 8. atışların sayı. Bəli, 2 üstü 8 olur. Baxın, zərdə yadınıza gəlir. Zərdə məsələn 2 zəri atanda, yəni orada 36 variant yaranır. Fikir ver. Deməli düzdürmü? Bir zəri 2 dəfə atanda da, bax bir zəri 2 dəfə atanda 36 variant yaranır. Aydın? Metal pulu məsəl üçün 8 dəfə atıramsa 2 dənə şey var da. Buna da aiddir. Baxın, bir var ki, bir metal pulu 8 dəfə atırsan, bir var 8 metal pulu 2 dəfə atırsan. Bir dəfə. Deyə bilərik onda eyni Eyni vəziyyət olur. yaranacaq da. Doğrudurmu? Bəli. Hə. Deməli baxın, bir də deyirəm. Bir var 8 metal pulu bir dəfə atırsan, 8 metal pulu bir dəfə atırsan. Bir də var, bir metal pulu 8 dəfə atırsan. Burada bir çox önəmlidir ha, bir olmalıdır. Qalan hallarda biraz başqalaşacaq cavab. Belə olan halda 2 üstü metal puldan danışıram. 2 üstü tutaq ki 8 yaza bilirik cavaba. Oldu mu? 2 üstü 8 yaza bilirik. İndi zərdə də tutaq ki bir zəri 2 dəfə atıram. Bir zəri 2 dəfə atıram. Və yaxud 2 zəri bir dəfə atıram. 2 zəri bir dəfə atıram. Bəli. 2 zəri bir dəfə atıram. Onda da 36 hal yaranır. 6 üstü 2. Demək, bir dəfə məsələsinə diqqət edəcəyik. İndi ikinci hissədə biz bir dəfə yox, fərqli dəfə olanları baxacağıq da. Məsəl üçün, mən deyəcəm ki, ən azı 8 dəfə, məsəl üçün, rəqəm üzü düşsün. Yenə 1 qəpik pul atacağıq. Lazım gələr 2 qəpik pula da baxarıq. Yəni 2 qəpik pulu da eyni anda atarıq. O belə. Hə, demək burada onda nə olacaq? Bizim son cavabımız burada nə olacaq? Ümumi hallar 2 üstü 8, məxrəci yazılacaq 2 üstü 8. 56 da sürətə. Hə, 2 üstü 8 bilirsiniz də 216. Aha, düzdür. 2 üstü 4 16-dır, 256. 256. 256 bəli. Hə, 256-da burada da 56. 56. Tamam, 56-nı yazırıq. Daha ixtisari zadı özünüz eləyə bilirsiniz, cavabı tapa bilirsiniz. Və bundan da bunu tapmış oluruq. İndi bir sual verək. Belə bir şey eləyək. 6 metal pulu ataq. Bir dəfə ataq. 6 metal pul tutaq ki atıldı. Atılır. Deyir ki, ən az 3-ündə. Ən az 3-ündə ya da 4-ündə eləyək. Biraz ən az 4-ü daha yaxşıdır deyəcəm niyə. Ən az 4-ündə tutaq ki rəqəm üzünün düşmə ehtimalını tapaq. Rəqəm üzünün düşmə ehtimalını tapaq. Aha. İndi biz bu ehtimalı tapmaq üçün bizə nə lazımdır? Müəllim 6-dan 4-ə, 6-dan 5-ə və 6-dan 6-ya. Tamamilə doğrudur. Baxın, elə bir ki bizə lazımdır. Kombinezon 6-dan 4-də olsun. Kombinezon 6-dan 5-də olsun və kombinezon 6-dan 6-da olsun. Bu zaman bu əlverişli halların sayıdır. Və bölünsün, ümumi hallar da bayaqdan 2 üstü 6. Bəli, bunları çox yaxşı diqqətdə saxlayırıq. Zərdə 6-nın üstündə yazırıq. Aydındır, zərdə 6-nın üstündə yazırıq. Burada isə məsəl üçün 6 zər olsaydı, onda nə yazacaqdı? 6 üstü 6. Görəcəkdi 6 üstü 6. Məsələn də lazım deyil hesab. Demək, bu hadisənin ehtimalı bu formada rahat şəkildə biz bunu hesablaya bilərsiniz. İndi hesablamanı özünüzə buraxıram. Yəni bu formada hesablayacaqsınız. İndi isə gəlin, tutaq ki bizim sualımızı biraz qəlizləşdirək də. Məsələn, bu da qəlizdir, amma yəni tapdıq. İndi bizə lazımdır ki, tutaq ki biz 1 qəpik pulu, bunu keçim o tərəfə. Demək, 1 qəpik pulu 6 dəfə ataq. Deməli, 1 qəpik pul. Sonra bunu 2 qəpiyə də çıxarda bilərik. 1 qəpik pul 6 dəfə atılmışdır. 6 dəfə atılır.
Aha. Sual belə olsun. Ən azı tutaq ki, neçə dəfə olsun, olsun 4 dəfə, yəni və yaxud kimi yazaq. Və yaxud 6 metal pulu atmışdıq bir dəfə. İndi 1 qəpik pulu 6 dəfə atmışıq. Ən azı 4 dəfə rəqəm üzünün düşməsi hadisəsinin ehtimalıdır. Sizcə burada necə olar? Burada da eyni olar müəllim. Çünki 1 qəpik pul 6 dəfə ilə 6 metal pulu bir dəfə atmaq eyni olur. Aha. İndi bayaqçını bir dənə hesablayaq, görək nə çıxır. Sonra buna baxaq. Kombinezon 6-dan 4 bizə verir nə? 6 vur 5, 6-dan 2 kimi baxın da, elə ki 6-dan 4, 6-dan 2. 6 vur 5 böl 2. 15. Yəni 15. 6-dan 5, 6-dan 1-dir. 6-dan 6 da 1-dir. 2 üstə 6 da neçə oldu bizdə? 64. 64. Burada elədi 64, 21, 22. Düzdür? 22. Bəli. 2-yə böləndə 11, 32-də 11. 11. Tamam. İndi mən bunu burada baxsaq eyni vəziyyətə gələcək də, düzdürmü? Eyni vəziyyətdən deyəcək. İndi gəlin bunu mən belə bir şey edeyim. Bernoulli düsturundan eləyim. Bernoulli düsturu belədir. Bernoulli sınağı var və Bernoulli düsturu var. Məsələn, ümumi düsturunu yəqin ki eşitmisiniz. Necədir? Bilən var? Ümumi Bernoulli düsturu. Eşitməmisiniz. Deməli, hər hansı yox, o yox. O Newton binomunda. Deməli, hər hansı bir elə o düsturdur da. Elə o düsturdur. Məsələn, ehtimal olanı burada. Mənim kombinezondan P var, Q var. Bəli. Onda biz elə bir ki, bunu belə yazacağıq da. Tutaq ki, biz Bernoulli düsturunu yazmaq istəyirik. Məsələn, N sınağın tutaq ki, M-ində uğurlu olma yazıram buna. Məsələn, belə də yazmaq olar, amma bunu gəlin belə yazaq da, daha məktəb kitablarına uyğun. N sınaq keçirdirəm. M-i uğurlu olsun istəyirəm. M-i uğurlu olsun istəyirəm. Bu zaman bu bərabər olur. Bərabər olur. Kombinezon N-dən M-ə. Kombinezon N-dən M-ə, N sınaqdan M-i uğurlu hadisə, yəni kombinezon yazıram. Burada balaca P yazaq. O P uğurlu hadisənin ehtimalı olsun. Uğurlu hadisənin. Və burada M yazırlar avtomatik. Uğurlu hadisəni, bunu götürüb bura qoyurlar. Uğurlu hadisənin ehtimalı vurulsun. Q da uğursuz hadisənin ehtimalı. N çıxılsın M. N çıxılsın M. Bax, tərsindən belə yazılır. Və bu düsturu bilsəz, nə zaman tətbiq edəcəksiniz? Əslində buna binomial sınaq düsturu demək olar. Bu sınağın iki nəticəsi olmalıdır. Ya uğurlu, ya uğursuz. Başqa nəticə olmamalıdır. Sonra sınaqların sayı bəlli olmalıdır. Məsələn, 6 dəfə atmırsan, 5 dəfə atmırsan, 3 dəfə atmırsan, dəqiq olmalıdır. Sonra hər aparılan sınaq digər sınaqdan asılı olmamalıdır. Yəni birinin digərinə təsiri yoxdur. Bu belə. Və hər sınaqda uğurlu hadisənin ehtimalı eyni olmalıdır. Və uğursuz hadisənin ehtimalı eyni olmalıdır da. O ansız uğurlu hadisənin ehtimalı eynidirsə, uğursuz hadisənin də ehtimalı eynidir. Əgər biz bu qaydanı tətbiq eləməyə çalışsaq, hansını da tətbiq eləməyə çalışaq? Gəlin elə yuxarıda, gəlin bunu da eləyək. 1 qəpik pulu 6 dəfə atmışıq. Bunu bu düstura tətbiq eləməyə çalışaq. Düsturu silirəm, biraz məndə necə gəldi olsa da, yəni siz yəqin ki, özünüz düzəldəcəksiniz hər şeyi orada. Səliqəli yazacaqsınız. Məsələn, gəlin belə baxaq. Deməli, mən nə istəyirəm? Ən azı məndə neçə dənə şey olsun? Birinci, bu hələ ki bunu yazım. Ən azı 4 dəfə. Bu da yazmışam 4 dəfə. 4 dəfə istəyirəm ki, rəqəm üzü düşsün. 4 dəfə. İndi 4 rəqəm yazıram, biləsiniz. Mən burada həmin düstura görə hərəkət eləsəm, indi burada çox maraqlıdır ki, həmin düstur əslində birini tapmaq üçündür də, doğrudurmu? Əslində Newton binomudur da, Newton binomunun açılışındakı o hallardır. Məsələn, mən indi burada əvvəlcə gəlin belə fikirləşək, sonra düzəldək. Məsələn, mən istəyirəm ki, həm 4 rəqəm olsun, düzdürmü? Ən az dediyinə görə rəqəmdir bu. Həm 5 rəqəm olsun.
6 dənə rəqəm var axı. 6 dəfə atılıb axı, düzdürmü? 6 dəfə atılıb da. Bəli. Mən də istəyirəm ki, Həm də 6 olsun. hə, 4 dəfə rəqəm düşsün, sonra 5 dəfə rəqəm düşə bilsin və yaxud da 6 dəfə düşsün. Bunlar axtarılır da əslində bu. İndi bunu mən bayaqki düsturumuzdan getməyə çalışaq. Məsəl üçün yazırıq kombinezon neçədə olacaq? Əgər 6 dəfə atmışamsa, 6-dan sınağının 4-ə. sayı 4 vurulsun. Uğurlu hadisənin ehtimalını dərhal biləcək. Çünki bu zaman 2 hal var da. Qəpik pulda 2 hal olduğuna görə 2də 1-dir uğurlu 2-də hadisə. 1, Hə, uğurlu hadisənin üstünə də yazırıq neçə? 4. 4. Düzdürmü? Burada 2-də 1 üstü 2. hə, uğursuz hadisəni də yazmalısınız da. Bu bəzən yaddan çıxarırlar, olmaz. Və uğurlu hadisənin, uğursuz hadisənin ehtimalı və bunları toplayanda altını verir. Bu belə. Üstə gəl, davam edirik. İndi 5 rəqəm. Kombinezon Kombinezon 6-dan 6-dan 5, 2də 1-in üstü 5, 5. uğursuz hadisə ki. Burada uğurlu, uğursuz yeri dəyişik də olsa heç nəyə təsir eləmir. Çünki 2də 1, 2də 1-dir. Amma vay o gündən ki, biri tutaq Bərabər 0.8-dir, halda. biri 0.2-dir. Uğurlu olması 0.8 olsun, uğursuz olması 0.2 olsun. Ona görə dəqiq yazmalıyıq düsturda. Üstə gəl. Kombinezon. Burada da 6-dan 6, 6. 2də 1-in üstü 6 vurulsun. 2-də 1 üstü 0. 2də 1 0. Heç onu yazmayaq. İndi bunu bir dənə hesablayaq, baxaq görək nə alırıq. Deməli 6-dan 4, 6-dan 2 idi. 15 buradan. 2də 1-in üstü 4, 16-da 1. 2də 1-in kvadratı 4-də 1. Üstə gəl, səhv yazanda deyil. 6-da 5, 6-da 1 deməkdir. 6. Düzdürmü? 6. 2də 1-in, bunu hesablayaq da, yəni 2-də saxlamayaq. 32-də 1. 32, onu da 2də 1-ə 64-də 1. 64-də 1 yazaq, geçsin. Bu da 2də 1-in üstü 6, yenə 64-də 1 olur. Deməli, baxaq ki, bu da 64-dür. 64-də 1-lərin mörtəzə xaricinə alsaq, 15 dənə buradan, 6 dənə buradan 21, burada da 22, 64-də 22 Eyni olacaq. alınır. Eyni alındı. Demək O da ki, 32-də 11. hə, demək ki, biz Evet. əslində Bernoulli sınağını elədik bayaqları. Bax, bayaqları Bernoulli sınağını elədik. Amma başqa yolla elədik. Gördüyümüz kimi biz Bernoulli sınağını tətbiq etmişdik. Sadəcə biraz başqa görünüşdə eləmişik. Biri var düsturun özündən gedək, biri var bu. Yəni bu sınaqları məsələn ən azı 4 dəfə, ən azı nə bilim 5 dəfə, 10 dəfə məsələn atılması. Bunu Bernoulli sınağı ilə də eləyə bilərsiniz. Yəni bunu da yaddan çıxarmayın. Yəni indi misalları təkrar verəndə, amma yenə deyirəm, əgər tutaq ki 0-dan 10-8 isə uğurlu hadisə, məsəl üçün belə məsələn bəlkə belə bir məsələ düşünün, belə bir məsələ verək. Məsələn tutaq ki, hədəfə atəş açma məsələsi olsun da. Tutaq ki, mən 5 dəfə atəş açıram hədəfə. Məsələn, bir dənə də belə məsələ quraq. Qoy bunu biraz qaldırım yuxarı. Deməli, 5 dəfə hədəfə atəş açıram. 5 dəfə. Hədəfə neynədim? Atəş açdım. Atəş açdım. Hədəfə dəymə və hədəfə dəymə ehtimalımı verirəm. Elə 0.8 demişdim, qoy 0.8 deyim. Hədəfə dəymə ehtimalım bu dəfə olsun 0.8. 0.8. İndi sual belə olsun. Əgər məsəl üçün 5 dəfədən 3 dəfəsində hədəfə dəymə ehtimalını axtarıramsa, sual belədir. Sual belə olsun. 5 dəfə hədəfə atəş açmışam, 3 dəfəsində hədəfə dəymə ehtimalını tap. Kombinezon 5-dən 3 3-ə 0. dəfəsində bir dəqiqə mən yazım, hədəfə dəymə ehtimalını tap. Hədəfə dəymə ehtimalını tap. Hansından eləyəcəksiniz? Kombinezon 5-dən 3-ə 0.8 üstü 3 vurulsun 0.2 üstü Deməli, elə 2. o Bernoulli düsturu daha gözəl oldu da. Gördüyünüz kimi çox rahat oldu. Çox da dərin düşünmürsən. Yəni 5 dəfəsindən 3 dəfəsində. Ona görə Bernoulli düsturunu da yadda saxlasan bu cür misallarda. Amma burada 2 hal olmalıdır. Unutmayın. Sınaqlarda deməli nəticələr 2 hal olmalıdır. Hər bir sınaqda ya uğurlu, ya uğursuz. Məsələn, futbol oynayırıq, ya qalib gələcək, ya məğlub gələcək. Üçüncü variant olmamalıdır. Üçüncü variant olsa bununla eləyə bilməyəcəksiniz. Bax, bu Bernoulli sınağı iki şərti, iki nəticəni qoyur ortalığa ki, ya uğurlu olacaqsan, ya uğursuz. Ya qalib gələcəksən, ya məğlub olacaqsan. Orta variantı yox.
Sonra sınaqlar dəqiq bəlli olmalıdır. 5 dəfədir, 6 dəfədir, 7 dəfədir. Bir-birindən asılı deyil və bunlar o bayaq sadaladıqlarım bu şərtlər ödənməlidir ki, biz onu tapaq. Və onda çox rahat şəkildə 0.2-nin də üstünə 2-ni qoyacaqsınız. Uğurlu hadisəni, bizdən istənilən hadisəni bura qeyd eləmək məncə daha doğrudur. Oldu mu? Bu cürlə yazacağıq. Vəssalam. Bunu da hesablayacaqsınız. Neçə olacaq da. Yəni orası sizin işinizə qalmışdır. Onun düsturu hesablamaq lazımdır. Bu oldu bizim şey. Gəlin bir sizə demək istədiyim vacib misallardan biri. Məsəl üçün, tutaq ki, evli cütlüklərlə bağlı sualdır. Məsələn, görək necə eləyəcək. 6 evli cütlük var. 6 evli cütlük var. Bunlar arasından, baxın, Bernoulli sınağı 11-ci sinif materialıdır. Ondan qalanları ondan aşağı siniflərdə keçilənlərdir. Yəni ona görə narahat olmayın da. Yəni bunu öyrəndinizsə, dalınla o birisləri amma tətbiq eləmək üçün çoxlu məsələ çözməlisiniz ehtimaldan bağlı. 6 evli cütlük arasından təsadüfən, təbii ki, bu təsadüfən sözü yazılır, 4 nəfər seçirik. Seçilir. Seçilmiş belə yazaq da, seçilənlərdən ikisinin evli olma ehtimalını tap. Evli olma ehtimalını tap. Görün, hərə öz fikrini bildirsin, görsün ki, necə eləyəcək evli olma ehtimalını necə tapacaqsınız. 6 evli cütlük dedikdə 12 nəfər var müəllim. Buradan 4 nəfər seçməyimiz kombinezon 12-dən 4 olar. Kombinezon İkisinin 12-dən 4. evli olma. Aha. İkisinin evli olması isə 4 nəfər 4-dən 2-yə. 4-dən 2-yə kimi yazsaq. Bu, məsəl üçün, birləşmələr nəzəriyyəsində də belə suallar olmalıdır. Çünki biz orada üsulların sayını axtarırıq. Biri var, burada ehtimal axtarırıq. Əslində, eyni, bir-birinə yaxın mövzulardır. Ona görə orada mən deyəcəkdim bu cür məsələlərlə bağlı. Yəni, həm vaxt çatmadı, həm başqa məsələlər dedik. Ona görə bu qaldı. Tamam. Mənim burada 12 nəfər dedik götürək. Olar mən deyim. Deyin. Kimi. Mənim burada dedik ki, 12 nəfər götürəcək, 6 evli cütlükdür. 4 nəfər seçilənlərdən ikisinin evli olma ehtimalını, onda birinci addım götürək birini, yəni 12-dən 1. Sonra yerdə neçə nəfər qalır? Elə bil ki, onda da seçəcək ondan birini. Nəyə görə? Çünki bir nəfər seçəndə elə bir onlar biri ilə evli olduğuna görə yerdə qalır 10 nəfər. Düzdür? Düzdür. Aha. Sonra indi biz 2 cütlük seçmiş olduq. Yerdə qaldı necə? 12 idi. 2 dənə cütlük 4 nəfər seçdik. Yerdə qalacaq indi 8. Sonra 8-dən birini seçəcəyik. Sonra da 6-dan birini seçəcəyik. Bəs yaxşı, bu istəyirik biri evli cütlük olsun axı. İkisi də, yəni 2 nəfər evli olsun. Sonra? Deməli 2 nəfər evli olmalıydı. Gəlin mən bunu sizə bu formada deyim. Əslində bir neçə üsulla eləmək olur bunu. Mən belə deyim. Məsələn, tutaq ki, bizim burada ailə, deyək ki, valideynlər buradadır. Yazdım. 6 dənə belə şey çəkdik. Qrup. Neçədən oldu? 6 dənə. Tamam, 6 dənə. Deyəsən 6 dənə oldu. Aha, mən məsəl üçün birinci fikirləşirəm ki, o ümumi hal hasandır. Yəni, ehtimalın, deyək ki, bizə lazım olan A hadisəsi deyək buna. Ehtimalı mümkün halların sayına doğrusu bizdə kombinezon 12-dən 4-dən tapıla bilir. Bu, heç bir problem yoxdur. Burada hamı tapa bilər. Yəni, çünki qarışıqdır da. Burada 4-ü də, məsələn, deyək ki, bunları da seçə bilərəm həmin qrupda və yaxud bunlar seçilə bilər həmin qrupda. Yəni, və yaxud da bunlar seçilə bilər, bu 4 nəfər də ola bilər. O üsulların sayı 12 kombinezon 12-dən 4. Bu heç. Bu mümkün hallar budur. Düzdür? Və bunları seçdim. Əli və əli bilmir. İndi, mən əsas əlverişli halını burada
Deməli, biz əvvəlcə bu ailələrdən 2 dənəsi evli adam olmalıdır deyə ya bu qrupu seçməliyik. Yəni bunu ya bu ailəni seçməliyik, ya bunu seçməliyik, ya bunu, ya bunu, ya bunu. Yəni onda beləcə kombinasyon 6-dan 1-dən mənim qrupu seçirəm də, ailələri seçirəm. Aydındırmı? Ya birinci ailəni, ya ikinci ailəni zər kimi düşünün. Yəni bunlardan birini seçirəm. Hər hansı bir. Onda belə çıxır ki, 6-dan 1-lə mən 2 nəfəri seçdim. Yəni 6 variantda 2 nəfəri seçə bilərəm. İndi deyə bilərsiniz ki, bunu biz hara yazacaqsınız? Təbii ki, sürətə yazacağam, amma vurma prinsipindən yazacağam. Hələ ki, qıraqda bir-bir tapıram. Tamam. Bundan sonra nə edirəm? Bundan sonra fikirləşirəm ki, mənim 2 nəfərim seçildi. Bu 2 nəfər, yəni bir ailədə 2 nəfər var. 2 nəfəri seçdim. Seçdik. Qaldı 2 nəfər seçmək. Axı 4 nəfər seçməliyəm. 4 nəfər. Demək 2 nəfər seçilməli. Onlar indi mən burada bu şeyləri bir dənə götürüm. Yəni bunu başa düşdük də. Bunu başa düşdük. Buradan bunları sildim və mənə lazımdır nə? Mən tutaq ki, təsəvvür edirəm ki, bir nəfər, bir qrup ailəni seçdim. Məsələn, bunu seçdim. Yerdə qaldı seçilmədiyim adamlar. Bunların içindən əvvəlcə 5 cütlükdən ikisini seçə bilərəm də. Bu 5 cütlük qalıb axı burada. Aşağıda qalanlar 5 cütlükdür. Buradan 2 cütlük seçirəm. Fikir verin. Nə seçirəm? 5 cütlük var. İkisini seçirəm. Bu mən ailə seçirəm ha. 2 dənə ailə götürdüm. 2 dənə ailə götürdüm. Aydındırmı? İndi bu 2 ailədən də axı mən hər birindən ya kişi seçməliyəm, ya qadın seçməliyəm. Hər ailə üçün də seçdiyim 2 ailə üçün. Deməli 2 üstü 2 variant da üstünə gəlməlidir, əlavə olmalıdır. Yəni o 2 nəfərin seçimi üçün. Bu biraz sizə qəliz gələcək, mən bilirəm də belə bir qəliz gələcək. Sonra biz burada yerinə yazacağıq 6 vur 10 vur 4 və aşağıda hesablayıb cavabı alacağıq. Bu belə. Yəni bu biraz qəliz olmuş olacaq. Mən indi istəyirəm bunu sizin daha yaxşı biləcəyiniz formada, Zeynəb müəllimin dediyi formada deyəm. Yəni bu birinci yol kimidir. Yəni burada dediyim kimi 5 cütlük qalmışdı, ikisini seçdim. Çünki digər 2 nəfəri fərqli ailələrdən seçməliyəm. Ona görə 2 ailəni seçdim. 10 variantda seçə bilərəm. Ya 3-cü ailəni, ya 4-cü ailəni, ya 5-ci, ya 6-cı ailəni, ya da 2-ci ailəni seçə bilərəm. 2 dənə ailəni daha doğrusu. 2-ci ailə, 3-cü ailə, ya 3-cü ailə, 4-cü ailə. Belə ailələri seçirəm. Sonra o seçdiyim ailələrin içindən də məsələn 10 variantda seçirəm. Mən necə onu seçib qurtarmamışam ha. Ailəni götürmüşəm. O ailənin içindən götürəcəm. Mən 10 variantda ya bu ailəni, ya bu ailəni, bu ailəni seçirəm və sonra o 2 cütlük ki var, yəni ailə var. Hər birindən ya kişini götürməliyəm, ya qadını götürməliyəm. Bunun da hər cütlük üçün 2 variantım var deyə, daha doğrusu 4 variantım var da. 2 vur 2, 4 variantım var. Yəni ona görə 4-ə vurdum. Amma indi bu sizə qaranlıq qalacaq. Ona görə belə eləyək. Deməli, gəlin belə bir şey eləyək. Bu formada eləyək. Deməli, tutaq ki, biz kombinasyon altından 1-dən ailənin birini seçdik. Bu asandır da, bunu bildiniz. 2 nəfər seçildi. İndi yerdə qalıb 2 nəfərin seçilməsi. 12 nəfər var. Neçə nəfər qaldı? 10 nəfər qaldı. 10 nəfər qalıb. Mən indi bir-bir seçəcəm də bunu. Düzdür? Bir-bir seçmək üçün necə seçə bilərəm? Məsələn, 10 nəfəri seçmək üçün. Bu hər kəs ola bilər də, düzdür? 3-cü adamı seçirəm. 10 nəfərin Kombinasyon ondan 1. hə, bəli, elə 10 yaza bilərsiniz də. Yəni 1 yazmağa ehtiyac qalmır. İndi qaldı neçə nəfər? Bir ailənin o biri üzvünü silirik də. Məsələn, ailələrdən məsəl üçün bu kişini seçdimsə, götürdümsə, bunu götürməməliyəm deyə 8 nəfərə düşür. 8 nəfərə düşdü. Bəli, mən bayaq bunu demək istədim. Bilirəm. Bu da düzdür. Bu da 8 variant oldu. Doğrudurmu? Bu da 8 variantda seçim. Amma uşaqlar, burada siz nə olacaq? Burada siz ta ki onu 8-ə vuracaqsınız da, düzdürmü? 2 faktoriala bölməlisiniz. Səbəb nədir? Bilirsinizmi səbəb nədir? Yer dəyişməsini müəllim. Yer dəyişmə olacaq Məsələn, deyə. baxın, biz 2 dənə tək adam seçdik də. Yəni bir adam buradan seçdik, bir adam buradan seçdik. Sonra da yerdə qalan 8 nəfərdən də bir adamı buradan seçdik. Bir adam da buradan seçdik. Məsəl üçün, mən tutaq ki, əvvəlcə əlini seçmişəm, sonra bəlini seçmişəm. Düzdür?
Məsəl üçün, tutaq ki, bu adam ailələrdən buradan əlini götürmüşəm. O biri ailədən də tutaq ki, vəlini götürmüşəm. Razılaşdıq. İndi mən əslində burada vurma prinsipi kimi elədim. 10 vur 8. 10 vur 8. Mən burada Əli, Vəli, Vəli, Əlini də saymışam əslində. Əli, Vəli, Vəli, Əlini də saymışam. Yəni fikir ver. Əvvəl Əli, sonra Vəli və yaxud əvvəl Vəlini seçib sonra Əlini Müəllim, seçib. bizim Əli Vəli seçməyimiz düzgündür. Bəs biz evliləri axtarmırdıq. Yox, evlini seçmişik də. Bu 6 variantda seçmişik. Biz indi evli olmayan 2 nəfəri də götürüb gözünə qatırıq ki, 4 nəfəri seçək də. Bir ev ki, biz bunu 2 yerə böldük də. 4 nəfər seçirik, ikisi evli olmalıdır. Bunların belə deyək, 6 variantda mən evliləri seçdim. Hazır gözləyir. Hazır gözləyir. Yəni mən sonra bunu 6-ya vuracağam. Yəni bunu 6-ya vuracağam. Yəni çünki vurma prinsipinə görə biz hərəkət eləməliyik və sonu tapmalıyıq da. İndi mən hələlik amma bu ehtimal deyil ha. Bu əlverişli halların sayıdır. Əsas məsələ əlverişli halların sayını tapmaqdır. Yəni tələsmədən gedir. Deməli, bunu balaca, deməli əvvəlcə əlini, sonra vəlini seçin və ya vəli, sonra əlini seçin. Bu eyni nəticəni verdiyi üçün onların sayını 2 faktoriyə bölməliyik. Ki, təkrar bir şey var orada. Təkrar yaranır. Ona görə 2 faktoriyə bölünür. Məsələn, 3 nəfər seçəndə 3 faktoriyala böləcəksiniz. 4 nəfər seçəndə həmin bu prosesi 1-1 seçəndə, baxın 1-1 seçəndə 3 faktor, 3 nəfər seçəcəksə tək-tək adam. Yəni məsəl üçün, onda siz o faktoriala bölməlisiniz. Çünki orada sıralama, hamısı sıralama ilə gedib onun içində. Bir növ permutasiya eləmişsiniz, belə başa düşün. Və sonra biz onu nəzərə almalıyıq, ona bölməliyik. Və nəticədə əlverişli hallarımız bu qədər olacaq. Əlverişli hallar bu qədər olacaq və bütün halları tapmaq üçün əlverişli halı mümkün hala böləcəyik. Əlverişli hallar bizdə bunu hesablasaq 10 vur 8 vur 6 bölü 2 bu 2 ilə bu geçsin 3 qalsın 24 240 burada olacaq. Qoy burada yazım elə. Ehtimal olacaq 240. Məxrəcdə də olacaq. Ümumi 12-dən 4 idi. 12-dən 4-ü də hesablayacaqsınız. 12 vur 11 vur 10 vur 9 bölünsün. 4-ü də 4 vur 3 vur 2 yazacaqsınız. Bunlar gedəcək. Onunla da 2 gedəcək 5. 99 vur 5 o da 495. Və salam. Burada ixtisar apara bilərsiniz. İxtisar aparıb da cavabı yaza bilərsiniz. Nəsə, belə də saxlayıram. Ehtimal bu olacaq. İndi məncə bu daha məsləhətlidir. Bu cür yazmaq. Çünki daha rahat yaza bilərsiniz. Amma faktoriala bölmək yadınızdan çıxmamalıdır. İstəyirsiniz bir dənəsini də verək. Faktoriala bölmə işini də baxaq. Olar elə? Yoxsa Bəli, tam başa düşmədisə olar. bir dənəsini də eləyək ki, bu evli məsələsi, yəni imtahanlarda ola bilər. Yəni bu düzdür. Çətin sayılır nisbi olaraq, amma yenə də bizə bu lazımdır. Aha, məsələn, tutaq ki, götürək, nə götürək? Evli olmayan bilər, bacı qardaşlar belə də verilə bilər idi. Biz mütləq elə sadəcə olaraq o populyardır da, adı tez-tez çəkilir həmin şey. Düzdürmü? Gəlin belə ya. Tutaq ki, yazaq belə, 8 evli cütlükdür. Siz də yazın, 8 evli cütlükdən. Məsələn, 3 nəfəri seçəcəm. 3 nəfər seçəcəm. Olsun belə. Əlverişli halı bilsək, məncə şeyi də taparıq. Ehtimalı taparıq. Əsas əlverişlidir. Heç bir ikisi bir-biri ilə evli olmasın. Heç bir ikisi bir-biri ilə evli. Məsələn, əvvəlcə belə evli olmayan halların sayını tapaq. Əlverişli halların sayını. Görüm kim tapa biləcək. Halların sayı. Mənə əsas bu lazımdır ki, əlverişli halı tapa bilsəz, məsələni çözəcəksiniz. Halların sayını tapaq. Kimin fikir var? Deyin, mən də yazım. Burada artıq evli istəmirəm. Siz
Fikirləşin. Yəni bax yazdığımız 6-dan biri yazmayacaq da burada. Bax dedikcə Çünki 6 yazdıqca çünki onlar evlidirlər, bəli, qoyduq kənara. bəli. Çünki evli Burada yoxdur. onu yazmayacaq. Bəli, onu yazmırıq. O işi asanlaşdırmaq üçün idi də, yəni ki, işi asanlaşdırdı. Həm də evli demişdi deyə elə götürdü. Yəni neçə nəfər oldu burada? 2, 4, 6, bir dəqiqə. 16 nəfər olur da. Cütlüklərin sayı 1, 2, 3, 4, Bəli. 5, 6. Burada yazıram. Bu 7-ci cütlükdür, bu da 8-ci cütlükdür. Fikir varsa bu bildir. Deməli, burada heç bir ikisi 3 nəfərdən ikisi evli olmamalıdır. Yəni evli axtarmıram da. Üçü də bir-birləri evli olmasın da. Hə, Başa tamam. düşdünüz? Belə. Topluda da bir dənə belə bir sual var idi. 6 bacı qardaş arasında 5 nəfər komissiyanı neçə üsulla seçmək olar ki, eyni ailə üzvləri ora daxil olmasın deyə bir sual var idi. Yəni belə bir abituriyent jurnala düşmüşdü, sonra topluya əlavə elədilər. Yəni bu cür nə sual tipidir də bu. Yaxşı, bunu siz yenə mən deyim. Yəni fikir varsa, o Səbinə müəllimə də burdadır. Səsi də çıxmır Səbinə müəllimə. Salam zad da yox. Müəllim, salam müəllim. Dərsdəydiniz, bölmək istəmədim. Yaxşı elədiniz. Baxın, belə bir şey eləyək. Deməli 8 evli cüt neçə nəfər deməkdir? Birinci onu bilək. Bu heç. Bunu yəqin ki, hamı rahat çözür. Bu oldu 16 nəfər. 16-dan Biz 3. 16 nəfərdən əvvəlcə bir nəfəri seçəcəyik. 16 nəfərdən. Birinci adam bir nəfəri seçirik. Birini seçirik. Birini seçmək. Təbii ki, kombinezon 16-dan 1 ilə tapılacaq. Nə tezdə vaxt uçur. 16-dan 1 ilə tapılacaq. Sonra ikincini seçəcəyik. Mən ücret davam edirəm də. Bunu yazandan sonra ard-arda yazıram. Sonra davam edirik. Neçə nəfərə düşəcək adam sayı? Məsələn, bunu seçdimsə, 14-dən 1. hə, bunu Yox, seçməməliyəm. 15-dən 1. Hə, bəli, qaldı yerdə 15 nəfər. 15 nəfərdən 14 nəfər. Yoldaşını seçmirəm, amma birini də seçmişəm. Bəli, bəli. Deməli qaldı 14-dən 14 nəfər. 14-dən yenə bir nəfəri seçdim. Məsələn, tutaq ki, bu cütlükdə, bu cütlükdə axırıncı yazdığımda bunu seçmişəm. Yoldaşını seçməyəcəm. O bizdə Vurulsun, 12-dən 1. davam edirəm. 12-də 1 yazıram. Əgər siz Bölünsün 3 faktorial. mütləq bunu eləyə bilsəz, ya da 1 bölünsün 3 faktorial yaza bilərsiniz. İndi bura sığışmayacaq bölmə. Və salam. Bunu da cavabınız təmiz, dəqiq alacaqsınız. Yəni bir növ heç bir nəfər olanda kombinezon yazmağa da ehtiyac yoxdur da. Mənim evli də desəydi əgər, bir də vuracaqdıq 8-ə vəssalam. Evli desəydi, nə evli? Hansı evli desəydi? Neçə nəfər? Mənim bayaq 6-ya vurduq. Hə, başa Altı. düşdüm. Desəydik 3 nəfərdə evli. Prosta indi burada sayını onda fərqli verməliyik. Yox, ümumiyyətlə də mən başa düşməyə mən bildim çalışıram, ona siz nə görə deyirəm. deyirsiniz. Mən bildim siz nə deyirsiniz. Təbii ki, məsələn indi 5 nəfər seçəcəm, ancaq bir cütlüyü evli olsun. Öncə evli cütlü seçirəm, qoyuram qırağa, yerdə qalanlarla işləyə bilirəm. Yəni bu daha normal bir haldır. Yəni bunu kombinezonsuz da yaza bilirdik, amma yəni belə başa düşmək lazımdır. Bölünsün 3 faktorial 3 vur 2. Təbii ki, burada bunlar 6 ilə gedəndə burada 2 qalır. 16-nı 14-ə vurmaq 15-in kvadratından 1 çıxmaqdır. 225-dən 1 çıxıram 224. Səhv yazmıram ki. 224-də 2 ilə çarpıram. Bu da eləyir 448. Səhv yazdımsa deyə bilərsiniz, yəni ola bilər. Hesabladım. İndi məsələn bunların təbii ki ehtimalını soruşanda biz nə edəcəyik ki? Məsələn ehtimalını necə Əlverişli halı tapdıq. Aha. Bir də 16-dan 3-ə Tamamilə böləcəyik. doğrudur. Kombinezon 6-dan 3. Orada 16-dan 3-də həm 3 nəfərin qruplarıdır da. Yəni orada düşə fərqli qruplardır deyə çox rahatsan. Nəyəsə 3 faktoriala indiki kimi bölmə söhbəti yoxdur. Aydındırmı? Yəni bunu nəzərə almaq lazımdır. Bunu bacarsaz, yəni bu cürlə məsələn ağır kimi görünən bir misalın öhdəsindən gələ bilərsiniz. Başınızı da ancaq bir yerdən cəmləyin ki, yəni eyni tipdən gedə biləsiniz ki, səhvsiz yaza biləsiniz. Yaxşı, bu da belə. Gəlin belə eləyək də. Statistikanı gələn dərsə deyəcəm. Yəni bu dəfə də bunu yükləsəm çox şey olacaq. Gəlin bir testlərə baxaq. Bəzi testlər suallardan işləyək. Məsələn, adi bir şey deyim. Məsələn, tutaq ki, mən deyirəm ki, bir söz götürək. Mən öz adımı götürüm. Məsələn, Eldəniz adındakı, məsələn, yazım da belə bir şey. Eldəniz adındakı. Bunu da deyim, sonra keçə bilsək. O da
vaxt qoymayacaq. Demək, Eldəniz sözündəki hərfləri kəsib torbaya atmışam. Hamısını. Sözündəki hərfləri kəsib torbaya atmışam. Bir-birinin ardınca torbaya baxmadan, bir-birinin ardınca torbaya baxmadan təsadüfən çıxarılan, bir-birinin ardınca təsadüfi çıxarılan, bir-birinin ardınca bildizlə, ardınca təsadüfi çıxarılan sözlər oxunmalı da bilər. Amma əsas sözümə diqqət edin. Çıxarılan hərflərdən Eldəniz sözünün alınması ehtimalını tapın. Hərflərdən Eldəniz sözünün alınması ehtimalını tapın. Aha. Sizcə sözünün alınması ehtimalını tapın. Necə eləsək daha gözəl olar? Müəllim 7 faktorialda 1 olar. Nə? Kombinezon? Yoxsa nə dediniz? Yox, məxrəcdə 7 faktorial. Məxrəcdə 7 faktorial sürətdə 1. Yəni burada permutasiya da olmalıdır yəqin ki, çünki önəmi var da hərflərin düzülüşünün. Aydındır. Mən 7 dənə də hərfimiz var. məsələn cavabı tapsaz necə olacaq cavab? Görə 7 faktorialda da bu gəlin sözü azalda. Söz dəniz eləyək. Ən yaxşısı dəniz. O dəniz olsun. Hə. Bunda necə olacaq? 120. 120-də 1. Tamam. Tutaq ki olsun nə olsun? Təkrar hərflər olsun da. Məsələn, tutaq ki olsun Ələsgər. Burada 2 faktoriala böləcəyik. Niyə 2 faktoriala? 3. Ələ. Yəni 2 dənə saydım. Biz bunu keçmişdik deyə Müəllim, mən bu elə zaman ona görə təkrar vermiş oldum. Ələsgər. Yenə Ələsgər istəyirəm çıxsın. Amma Ələsgər çıxmayıb başqa söz də istəyə bilərəm. Yəni eyni şey olacaq. Yəni Ələsgər olsun Gərələs çıxsın istəyirəm. Yəni Gərələs sözü də bir dəfə olacaq. Əlveşi al bir dənə olur. Qalanı da özünüz tapa bilirsiniz. Təkrar var. Düzdürmü? Bir də belə eləyə bilərsiniz. Məsələn, bunu bilirsiniz də. Yəni bütün faktorial sayısı neçə dənə hərf var burada? 7 faktorial. 7 Yəni dənə. 7 faktorial bölünsün 3 faktorial. Ehtimal olanda onda 3 faktorial bölünsün 7 faktorial olacaq. Tamamilə doğrudur. Bəs nə? Demək ki, siz mümkün halları bura yazdınız. Bütün sözlərin, yəni müxtəlif sözlərdən söhbət gedir də. Sözdə dırnaq içində. 1 bölünsün yazsa cavabı alırsınız. Düzdür, bunu başqa yoldan da yazmaq olur. Yəni çox, məsələn, ə hərfini əvvəlcə çıxardıram bunun ehtimalını, sonra l hərfinin çıxma ehtimalını, sonra o biri ə hərfinin çıxma ehtimalını. Məsələn, bu ə hərfinin çıxma ehtimalını necə tapırlar? 7 hərf var. Ə hərfinə neçə dənədir? Sağa baxırsınız, yazırsınız. 3 dənəsə 3 yazırsınız. Vurulsun. Sonra keçirsiniz ikinci hərfin çıxma ehtimalına. Hələ ki 1 mən torbadan çıxartdıqca hərflərim azalır axı. Növbəti hərfə baxıram. Onda olacaq 4-dən 1. Niyə ki 4-dən 6 dənə hərf qalıb torbada? 6-dan 1. 6-dan 1. L hərfi rəsmiydi. Keçdim 3-cü əsgər sözü qalıb da orada. Deyə hərflər qalıb. 5-dən 2. 5-dən 2, aferin. Əni də sildim. Qaldı S-G, R. 4-dən 1. 4-dən 1. Məsəl üçün deyək ki, abituriyentlərə öyrədəndə belə də öyrədə bilərsiniz. Rahat şəkildə olacaq. Yəni bu formada gedəcəksiniz 2-dən 1. Axırıncını da yazmağa ehtiyac yoxdur. Çünki ehtimalı 1-dir də. Sonuncu hərfin çıxma ehtimalı 1-dir. İstəsəz yazın bura. Müəllim, elə vazdığımızda 3 faktorial bölünsün 7 faktorial. Bəli, eyni şey olacaq da. Bizim öyrəndiyimiz, yəni 1 bölünsün, orada deyib ki, 7 faktorial təkrara da bölürdük. İndi təkrar eyni hərf ancaq ə hərfidir, yəni 3 faktorial bölür. 2 dənə də başqa hərf təkrar olsaydı 2 faktorial da Məsələn, 3 faktorial vurulsun 2 faktorial. Bəli, elə eləyəcəyik. Bunu keçmişik. Ya belə eləməliyik, bunu formada tapmalıyıq, ya da bu formadan başa düşüb bunu belə tapmalıyıq. Aydındır? Əgər vaxtımız çatırsa, bir dənə ehtimalla bağlı, məsələn, test 1, test 2. Yəni, məsələn, siz soruşanda bir qaranlıq bir məsələ tipi olur da, məsələn, mənim üçün. İzah verəndə deyirəm ki, çox asandır. Bilmirəm niyə belə olur. İndi mən sizə bir şey deyəcəm. Maraqlı suallar, çox maraqlı suallar olacaq burada. Natural ədədlərdə öyrəndiyimiz bəzi qaydaları burada ehtimalın köməyi ilə rahat tapacağıq. Məsəl üçün, ilk 180 natural ədəddir. Tək vaxtımız çatsın, çatmasa təzədən qoşula bilməyəcək. Amma gələn dərs yəqin ki, çox maraqlı məsələlərə toxunacaq.
İlk 180 natural ədəd arasında təsadüfən birini seçdik. Seçilmiş ədədin 180-in cüt natural böləni olması hadisəsinin ehtimalını tap. Seçilmiş ədədin nə olmasını istəyirik? 180-in, Natural. bəli, kitabdakı sualdır bu. Cüt natural bölən olması. Cüt natural bölən olması ehtimal. Kiminsə fikir varsa desin. Məsələn, mən bunu sadə vurana ayırıram. Müəyyən vurğularına ayırsa 2 üstü 2, 3 üstü 2 və 5. Hə, 18 vur 10'dur. 18 2 vur 9'dur. 2 üstü 2 olacaq. 3 üstü 2 olacaq. İki. Bir də 5 olacaq. Doğrudur. İndi cüt natural bölənlərinin soruşur. Natural bölənlərin tapsaq 3 vurulsun 3 vurulsun 2 Bəli. elə yazar. Üstlərinə 3 18. vurulsun 3 vurulsun 2 ilə. Cəmi 18 dənə natural böləni var. Bundan da çıxmalıyıq. Bəli. Çıxmalıyıq tək natural bölənlər. Uşaqlar, vaxt olur deyə mən çox vaxt verməyəcəm sizə. Yəni deməli nəyi çıxmalıyıq? Tək natural bölənləri. Keçmədi. Bir dəqiqə. Düşmədi aşağı. Deməli, bunu siləcəksiniz. Yerdə qalanların tək natural bölənlərini tapacaqsınız. Natural ədədlər bölməsində bu barədə danışmışdım. Fərqli yolda demişdim. Məsələn, burada 2-nin üstünə 1 gələcəm 3, 1-in üstünə 1 gələcəm 2. Tapacam 6 dənə tək natural böləni var. Tək natural böləni var. Burada aldıq. 180 ədəd var idi. 180 ədədimiz var idi. Natural ədəddən söhbət gedir burada. Və bunun 12 dənəsi cüt natural böləndir. 180 ədədinin cüt natural bölənidir. Cüt natural böləni. Əgər səhv tapmadıqsa, düzdürmü? Bəli, düz. Bizdən də nə soruşurdu? Bizdən də soruşurdu. Ehtimalını soruşurdu deyə 180-də 12. Hə. Çünki biz 180 ədədin içindən seçdiyimizə görə bir ədəd, bir dənə cüt natural bölən axtarırıq, cüt ədəd axtarırıq. Cüt ədəd deyəndə cüt natural bölən, yəni bu formada axtarırıq, cüt bölən axtarırıq. Yəni artıq bilirik naturaldan söhbət gedir. Biz 180 ədədin içindən axtardığımıza görə məxrəcə 180 yazırıq. Sürətə də aldığımız 12-ni yazırıq. İxtisar edib 15-də 1-i tapa bilirik. Bu belə əla. Gəlin başqa bir suala baxaq. Bu test 3-ün 5-i idi. Test 3-də 5-i yazmış olduq. Gəlin başqa bir sual. Məsələn, burada Test 2-də 4-də baxa bilərik. test neçədə? Əgər sual. Test 2-də 4-də. Test 2-də 4-də. Niyə baxa bilirik ki? Baxaq. Gərək ora. Bunu aşağı indirək. Aşağı. Hə, nə deyir burada? Deməli deyir ki, oxuyaq sualı. Ata, ana, bir də nə var? 6 uşaq. Deməli ata var, ana var və 6 uşaq. 8 nəfərlik ailədir. Yəni özü deyir, amma yalnız zaten bilinir ki, 8 nəfərlik ailədir. Dairəvi masanın ətrafında əyləşiblər. Dairəvi masa. Bu çox önəmlidir. Dairəvi masa ətrafında əyləşiblər. Buna əsasən nə deyir? Əyləşiblər. Buna əsasən ən kiçik uşağın ata ilə ana arasında olması ehtimalını tap. Deməli, ən kiçik uşağın ata və ana arasında olma ehtimalını tap. Ata və ana arasında. Tamam. Necə eləməliyik sizcə? Əvvəlcə bir fikrinizi alaq. Mənim dairəvi masada dedikdə 8 nəfərlikdən ibarətdir. Dairəvi dedikdə 7 faktorial olur. Tamamilə Onu doğru. bir nəzərə O bütün alırıq. hallar. Deməli, bütün halları tapdıq. Bütün hallar, mümkün hallar deyək də, bütün halları tapdıq. Bu doğru. Dairəvi masa olduğuna görə 7 faktorial 8 nəfərdirsə də biz 1 nəfər əski tapırıq. Bu əla. Əlverişli hal. Əsas məsələ əlverişli haldır. Sonra 2 faktorial yazmalıyıq. Ata ilə ananın yer duruşu. Yəni onların arasında bir uşaq olmalıdır. Məsələn, Fərqi bəli. yoxdur. Tutaq ki, burada ata oturub, burada ana durub. Məsəl üçün, uşaqlardan ən kiçik olanda, məsələn, tutaq ki, 50-dir, bu da burada dayanır.
Məsələn. İndi bunlar əslində bu formada da getməlidirlər. Doğrudurmu? Bu formada da Bəli. getməlidir. 3 nəfər. 6 nəfər isə yerdə qalan uşaqlar. Lalə, Məmməd, nə bilim, Nəsir, maşallah böyük ailədir. Tutaq ki, Elçin neçə nəfər oldu? 4 nəfər. Belə yazaq. F, bir dənə də K yazaq. Müəllim 5 uşaq olmamalıdır. Bir dəqiqə görüm mən çox elədim. 5 uşaq elədim. 6 eləmişəm. Tamam, birini silək. Doğrudur. Bəli, mən birini silməliyim. Mən Beş uşaq ailəni mı? artırıram da. Bu belə. İndi biz burada əslində uşaq elə ki, ortada ata ilə ananın ortasında qalmalıdır. Bu belə. Amma Tabii ki, ata ilə uşaq ana olmalı. öz aralarında yerini dəyişə bilər. Ata ilə ananın öz aralarında yer Bəli, bu dəyişməsi 2 faktorialdır. Bu yadımıza qalmalıdır. 2 faktoriala vurmalıyıq lan nəysə. Yəni indi biz burada uşaqları da ayrı elementlər kimi götürəcəksiniz. 1 uşaq, 2 uşaq, 3 uşaq, 4 uşaq, 5 uşaq, bir dənə də blok. Yəni ana, ata, uşaq. Yəni onda neçə nəfər eləmiş olur orada? 6 nəfər. Düz deyil? Bəli. Amma bu dairəvi permutasiya olduğuna görə burada da çıxacaq da. 6 nəfər elə ki, ata-ana və əlini bir nəfər kimi qəbul edib, qalan uşaqları da bir nəfər kimi baxırıq. 6 nəfərdə, amma dairəvi permutasiya olduğuna görə 6 çıx 1 faktorialla bunu hesablamalıyıq. Onda 2 faktorial da vururuq ki, orada yer dəyişmələr tapa bilək hamısını. Bu da 5 faktorial 120, bu 240 olmuş olur. Ehtimal da tapanda 7 faktorial aşağıda. Cavabda nəsə var? Bilmirəm, baxın. Müəllim belə olmur. 7 faktorial Yəni bu şəkildə. niyə? 7 faktorial. Yuxarıda 5 faktorial vurulsun 2 faktorial, aşağıda da 7 faktorial yazsaq. Aşağıda 6 vurulsun 7 qalır. 6 ilə 2 gedər 3. Elə onu deyirəm də, düz yazmışıq da. 21-də 1. Yox, prosta hesablamaya ehtiyac yoxdur da. Burada ayrıca hesablamaya ehtiyac yoxdur. Burada ixtisar aparır. 7 vur 6 buradadır. Düz yazmışıq da. Elə deyil. 7 vur 6. Bəli. Burada da 2. Burada da 21-də 42-də 2-yə böləndə 21-də 1. Biz 21-də 1 aldıq. Yoxdur belə cavab. Hayır. Niyə yoxdur görəsən? Nə ola bilər ki? Məsəl üçün, burada uşaq ata ilə ana arasında olmalıdır. Yəni, bəlkə Amma belə... o arasında olmasında Müəllim, bir problem söz var. deyim. Hə? 7 faktorial yox, burada 8 faktorial yazmalıyıq məncə. Niyə? İlk öncə hamısını nəzərə almalıyıq, sonra dairəvi masaya nəzərin altısını 1 yazmalıyıq. Axı 8 nəfərli ailə dairəvi masa ətrafında əyləşir. Orada əyləşmə üsulları 8 faktorial deyil, 7 faktorial. Məncə ilk dəfə 8 nəfərlik ailəni dairəvi masa olaraq yox, nəfər olaraq nəzərə alsaq, yəni 8 faktorial ehtimal var. Ehtimal olduğu üçün, yəni məxrəc bizdə dairəvi masa nəzərə alınmamalıdır. Yəni Mən həmişə xətt çəkib yazırdınız, bəlkə elə yazaq. Yox. Ola bilər ki, 8 faktorialda, 8 faktorialda cavab düz gələr də, oradakı cavab. Amma bu o demək deyil ki, 8 nəfərin dairəvi masa ətrafında düzülüşü 7 faktorial. Qutardı, getdi. Burada elə bir şey yoxdur. Yox. Yəni 21-də 1 olur da. İndi o cavabda başqa şey verib bunu hansı niyyətlə, nə düşüncə ilə verib onu deyənmərəm. 8 faktoriyadan eləyəndə alınır. Yəqin ki, elə götür. O düzgün deyil axı. 8 faktoriyadan olanda alınır. 2 faktorial, burada da neçə yazırıq? 5 faktorial. 6 çıxılsın. 5 faktorial. Burada da eləyəndə 8 vur 7 vur 6. Buradan da 2. Bunlar da gedəndə fərqi yoxdur da hansı gedəcək. Hə, onda cavabda alınır yəqin ki. 42 vur 4 alınır. 42-ni də 7 dəfə altın 42. 42-ni də 4-ə 168-də 1. Var elə cavab. Bəli. Var cavab, baxın. Bəli. Yox, elə düzgün deyil axı. Bəli. Yəni suala bir də oxuyuram. Ata, ana, 6 uşaqdan ibarət 8 nəfərlik bir ailə dairəvi masa ətrafında əyləşmişlər. Bu şey əyləşiblər də burada. Burada mümkün halların sayı dairəvi masa olduğuna görə 7 faktorial olmalıdır.
8 nəfər 7 faktorial olmalıdır. Yox, yəni belə olmalıdır. O başqa 8 faktorialdan yazıblar, o da düzgün deyil 8 faktorialdan. Yəni bu belə olmalı. Yaxşı, başqa? Məsələn, burada dəmir pulun Müəllim, ardıcı olaraq siz 4 dəfə atılması, 4-ün də eyni gəlməsi, belə suallar var. Sonra, məsələn, bunları eləyə bilirsiniz. Məsələn, gəlin bir dənə də bu 5, 7-ni eləyək istəyirsiniz. Həmin səhifədə 7-ci sual. Yəni, kim eləyib bunu, ya da eləyə bilər? Bunu çəkək aşağı. bəli, burada ən azı 2 şagird olması ehtimalına görə həm 2, həm də 3 şagird seçiləcək. Yəni 4-dən kombinezon 4-dən 2-yə, 5-dən 1-ə, sonra kombinezon 4-dən 3-ə, 5-dən 0-a. Onda hesablayanda cavabı nə alacaqsınız? Bir dəqiqə müəllim hesablayaq. Yəni, gəlin mən də yavaş-yavaş qeyd edeyim. Söhbət nədən gedir? Demək, 5 müəllim var. 4 dənə şagird var. 3 nəfərlik bunlardan qrup yaradırıq. 3 nəfərlik qrup. Bunu yaradırıq. Deməli, sual verir ki, seçilən qrupda ən azı, ən 2 az şagirdin olması. Yəni, ən az deməkdir. Ən az 2 şagirdin, cümləni ilə yazıb ki, səhv yazıb. Ən az 2 şagirdin olma ehtimalı da. Cümlə belə olmalıdır. Ən az 2 şagirdin, qrupda ən az 2 şagird olma ehtimalı da. Demək, bir müəllim olacaq. Ən az 2 şagird olmalıdır. Demək, burada tapdınız, hesabladınız. Əslində çox çətin deyil. Sadəcə olaraq Bəli, müəllim. Bir dəqiqə. 3, 4. Aha. Müəllim, biz yuxarıda, aşağıda yazacağıq kombinezon 9-dan 3-ə. bəli. Yuxarıda isə kombinezon 4-dən 2-yə vurulsun 5-dən 1-ə, plus kombinezon 4-dən 3-ə vurulsun 5-dən 0-a. 5-dən 0 yazmaya ehtiyac var. Yox. Bəli, Bax, yoxdur yəni. niyə belə olur? Ehtimalda cavab niyə belə olmalıdır? Çünki, məsələn, mən ən az, ümumiyyətlə, belə suallarda ən az, ən çox çalışın, qeyd eləyəsiniz. Məsəl üçün, neçə nəfər seçəcəksiniz? 3 nəfər seçəcəksiniz. Bu zaman 3 nəfər seçəcəyiniz üçün 3 nəfərdən ikisi şagird olubsa, demək biri müəllim olmalıdır. Sonra fikirləşən ən az dediyinə görə 3-ü də şagird ola bilər. Bu zaman artıq müəllim seçməyə ehtiyacımız yoxdur. Deməli, sual bundan ibarətdir və biz də bunu ayrıcana 2 şagird, bir müəllimi tapdıq, kombinezon, bunu yazdıq. 4-dən 2, 5-dən 1 və şagirdlərin seçimini də yazdıq, 4-dən 3. Niyə topladıq? Çünki ayrı-ayrı hallardır. Bunların toplanması zamanı da doğru cavaba gedib çıxacaqsınız. Təbii ki, bu da çox çətin deyil məncə. Bir dənə 9-dan 3-ə hesablamaq lazım. 9-dan 3 ən məşhur ədədlərdən biridir. 84-ü verir. Yəni, hesablayasaq da 9 vur 8 vur 7 böl 6-dır. Orada ixtisar gedir. 84, 4-dən 2 bizim bildiyimiz 6-dır. 5-dən 1, bura 30 olur. Səhv yazma. Bu da 4-dən 3, 4-dən 1-dən eynidir. 34, 84, 34. Və burada ixtisar aparıb cavabınızı görə bilərsiniz. 17, 42. Deyəsən, bu cavab var orada. Bəli. Bu cavab var. Bəli, bu doğru. Belə, yəni bu cürlə bunları eləyəcəksiniz. Əgər başqa bir sual da varsa, onu da eləyək, yoxsa... Test 3-də müəllim 11 vardı məndə. Baxın. Test 3-də 11. Geri qaytarmamaq məsələsini gəlin, çox maraqlı, əslində lazım, çox vacibdir də, yəni. Mənə görə bunu sözsüz bilməliyik. Gəlin buna bir də baxaq. Demək, bir torba var. Düz yazdım da, yəqin test 3. Bir torbada 3 dənə yaşıl var. 3 dənə yaşıl, 5 dənə sarı top var.
Əla. Bu belə. Deyir ki, bu torbadan geri qaytarmamaq şərti ilə. Bax, çox önəmli bir şeydir. Geri qaytarmamaq torbada topların sayının azalması deməkdir. Geri qaytarmamaq. Geri qaytarmamaq. Bəzən bu sözə çox fikir vermir, əsas elə bu sözə fikir verəcək. Qaytarmamaq şərti ilə ardıcıl olaraq iki top çıxarılır. Ardıcıl iki top. Ardıcıl iki top nə demək? Yəni bir top çıxarandan sonra növbəti topu çıxarmalısınız da, düzdür? Bəli. İki top çıxarılır. Məsəl üçün, deyir ki, çıxarılan topların fərqli rəngdə olması ehtimalını tap. Deməli, nə axtarırıq? Fərqli rəngdə olma ehtimalını axtarırıq. Fərqli rəngdə olma ehtimalı. Müəllim, onda burada iki hal olacaq. Birincisini yaşıl götürməklə, sonra da birincisini sarı götürməkdən elə olar. Təbii ki. Çünki burada demir ki, birinci yaşıl olsun, ikinci sarı olsun. Onda demə birinci yaşıl. Bəli. Mən bunu nəzərə almamışdım. Bayaqki dərsimizin izahında elə ona rast gəldik də. Biri yaşıl, biri sarı. Bu birinci haldır. İkinci halda da birinci, yəni biri yaşıl deyəndə birinci deyək də. Birinci, ikinci məsələsi kimi yadda qalsın. Birinci sarı ola bilər, ikincisi yaşıl. Yəni bizə bu lazımdır da. Üçü də yaşıl, ikisi də yaşıl, ikisi də sarı lazım deyil. Deməli, onda biz əlverişli halı tapanda, əsas əlverişli haldır. Əlverişli halı tapanda ayrı-ayrı yaza da bilərsiniz. Baxın necə. Birinci üçün ehtimalı tapırsınız. Ehtimal ümumidən neçə olacaq? 8 dənə şardan yaşıl çıxardıramsa 3 olur. Vurulsun. Say düşdü aşağı 7 dənə oldu. Sarı da 5-dir. Tapdım bunun ehtimalını. Sonra bunun üçün tapıram. Birinci sarı olacaq 8-dən. Neçə dənə sarımız var? 5 dənə. Vurulsun. Neçə qaldı? 7 topumuz qaldı. Bundan da yaşıl 3 dənə. Bunlar neynənməlidir? Sizcə? Yəni toplanmalıdır da, doğrudurmu? Çünki bu ayrı hadisədir, bu ayrı hadisədir. Bayaq da buna oxşar bir şey yazır. 56-da 15 eləmir, bu ixtisar da yoxdur. 56-da 15 burdur. 30. Bəli, 56-da 15 budur. Düz 2-yə də vura bilərsiniz həmin şeyi. Yəni 2-yə vursaz daha rahat tez olar da. Yəni orada vaxt itirməmək lazımdır. Məsələn, 56-da 30 yaza bilərsiniz. Ya da 2 vurulsun 56-da 15 yazır. Məsəl üçün, birini tapdınız, 2-yə vurdunuz. Prosesi tərsinə baxırsınız. 28-də 15 ala bilərsiniz də. Belə bir şey. Bu ehtimal məsələsinə bağlıdır. Burada ixtisar yenə var. Yoxdur. Hə. Amma məsəl üçün cavab da yoxdur. Çox maraqlıdır. Cavab niyə yoxdur? Bəs. Bu ehtimalda var da belə şeylər. Baxaq görək ki, nəyi yazmadıq. Burada nə ola bilər? Düz yazmadıq mı? Yoxsa düz yazdık? Bir də baxaq. Deməli, mən səhv baxmıram yerə. Budur. 3 yaşıl, 5 sarı top var. Torbadan geri qaytarmamaq. 56-da 30, 28-də 15. Yox, biz düz almışıq. Yəni, çünki yolu budur. Burada başqa bir şey ola bilməz ki. Hər ikisi yaşıl olsa fərqli rəng olur. Müəllim, müəllim burada qaytarmamaq dediyinə görə biz birincisini seçdiyimizə görə sonra az olmuş olur. Onda nəzərə alırıq. Yox. Biz məsəl üçün baxın, yəni biz variantlara baxırıq da. Variantların birində. Məsələn, bir yaşıl, qobun rəngində. Bir yaşıl, biri sarı. Düzdür? Burada 8 dənə idi. Azaltmışam, 7 qoymuşam. 56-da 15 bunun ehtimalı budur. Amma mən axı birinci sarı, ikinci yaşıl da ola bilərdi. Bu da mənə lazım idi. Yox, düz yazmışım. Yəni tamamilə doğrudur. Yəni siz necə? Məsələn, siz tutaq ki, nədir onun adı? Siz bunları yazırsınız. Yəqin ki, belə yazırsınız. Səhvlər çıxır da üzə. Biri var ki, biz ardıcıl baxaq. Ardıcıl baxanda çoxsu düz olacaq da, təbii ki. İçində alınmayanlar var ki, ola bilər ki, o cavabda səhv yazıblar və yaxud ola bilər ki, başqa bir şey soruşublar. Məsəl üçün, bu da ola bilər. Yəni, məsəl üçün, amma birinci yaşı, ikinci sarı və ya. Çünki və ya deyə bilirəm də.
sarı birinci gəlsin, yaşıl ikinci gəlsin. Bu hər iki halda toplanmalıdır. 56-da 15 cavabı zaten yoxdur da, düzdürmü? Yoxdursa daha mən burada nə deyə bilərəm? Bu yəqin texniki bir səhv var da burada. İndi topların eyni rəngdə olması soruşulsa necə olardı sizcə? Toplar eyni rəngdə verilsəydi, sual belə olsaydı. Toplar eyni rəngdə olsun. Onda müəllim və ya ilə gedərdik. Aha. İndi Yəni də və yadan bir getmişəm əslində. İndi də bəli. və yadan getmişəm. Bəli, toplama olduğu üçün. Toplama elədim. Onda 3-dən 2-yə və 5-dən 2-yə. Onda belə eləsəm daha olmazdımı ki, fərqli rəngləri tapmışam da, birdən çıxım 28-də neçə almışdıq? 15 alam da. Bəli, bəli. Çıxım elə cavabı tapmış olum da. Yəni Bəli, elə. yəni bu o deməkdir ki, eyni rəng, indi onu siz eləsəz yenə alacaqsınız 28-də 13. Yəni eyni 13. rəngdə olması halında bu olmuş olacaq. Toplar eyni rəngdə olmaz. Yəni belə, yox bu bizlik deyil yəni. Nə mənada bizim günahımız deyil. Yəni bu formada cavabı yazmış oluruq. Yaxşı. Məncə yekunlaşdıraq. Bir də istəyirsiniz bir dənə də gözümə bir şey dəydi, onu da deyim. Məsələn, test deməli burada test 3-də ikinci sual var. 3 ədəd seçirik. Seçilmiş rəqəmlərin cəminin tək olması ehtimalı. Məsələn, bunu necə çözə bilərsiniz? Test 3-ün ikinci Mənim bunu 3 ədəd seçildikdə 2 variantı var. Tək ədəd olması üçün cəminin. Cəminin deyil. Bir dəqiqə mənim. Ad çoxluğunda 1 var, 2 var, 3 var, 4 var, 5 var, 6 var, 7 var, amma 8 yox da. Nə tərsə olub. Ya mənim 3-ü də bəli 9 var. Ya 3-ü də cüt olmalıdır ki. 3 rəqəm seçirik, bəli. Yox, ya 3-ü də ya 3-ü də tək olmalıdır. Ya da ikisi cüt, biri tək olmalıdır. Bəli, baxın, sözlərə həmişə diqqət edin. Cəminin tək olması ehtimalı soruşursa, deməli, ümumi hallar asandır da. Neçə dənə element oldu? Diqqətli olmaq lazımdır. 8 dənə element var. Mümkün hallar kombinasyon 8-dən 3-dür. Bu heç, bu asan. Bunu yazacağıq. Yəni, onu hesablayanda 8 vur 7 vur 6 bölünsün 56 olacaq. Bu gedəcək. İndi ola bilər ki, bəlkə ixtisar edəcəm, bəlkə nəsə, ona baxın. Deməli, siz düz deyirsiniz. Tək olması 3-ü də tək olmalıdır. Ya da nə olmalıdır? İkisi cüt, biri tək. Bəli. Bir rəqəm tək olmalıdır, ikisi cüt olmalıdır. Burada birinci hal üçün biz əlverişli halımızı... Təklərin sayı 5, kombinasyon 5-dən 3-ə. Təklər işarə eləyirəm qırmızı ilə. 1, 3, 5, 7. 5 dənədir. Düzdür. Bir də mənim 9. 5-dən 9, pardon. Onda 5-dən neçə olur? 3-ə. 3-ə. Düzdür. Çünki niyə 3-ə? Çünki mən 3 dənəsini seçdim də. 3 dənə tək lazımdır. 5 dənəndən 3 dənə seçdim. Bunu 5-dən 2 kimi də fikirləşib 10 alına bilər. Bu belə. Bəs bu halda necə olacaq? 3-dən 2-yə və 5-dən 1-ə. Hə, cütlər axı 1, 2, 3 dənədir. 3 dənədir, düz dedim də. 3 dənədir. Cütü təki seçək. Təkdən də kombinasyon 5-dən 1-i seçirəm. 5-dən 1-ə. Olduğuna görə təklərin içindən götürürəm. Baxın. Təklərin içindən götürürəm. Amma bir dənə götürməliyəm deyə 1 yazdım. 5-i bütün təklərin sayını yazdım. Diqqətli olun. Bütün cütləri sayıram. Cütləri saydım. Neçədən oldu? 3 dənə. İkisini seçirəm deyə 2 yazdım. 5 vur 3. Bu da elə də 15. Deməli, burada 15-dən. Deməli, mənim 10 və 15. Bu ayrı-ayrı hallardır deyə. Burada toplamadır. 10, 15. Topladım. 25-də 56 yazdım. İxtisar da yoxdursa, elə belə də saxlayıram. Və salam. Yəni, belə şeylərə diqqətli olun. Yəni, demirəm, çox çətindir və yaxud çox asandır. Amma yəni, ehtimalı yaxşı biləndən sonra, yəni çoxlu çalışandan sonra burada. İndi gələn dərsə biraz çox çalışın. Yenə, Jalə müəllim elədiyi kimi, məsələn, bir testi götürün və baxın, görün neçəsi düz çıxdı. Məsələn, söhbət ondan getmir ki, mütləq 10-cu test eləməlisiniz. Məsələn, 3-cü test, 5-ci test, 4-cü test, 2-ci test, yəni hamısına baxın. Yaxşı. İndi gələn dəfə də o fərqli suallar ki var, onlara da bir də nəzər yetirərik.